bankda krediti olanlara şad xəbər. Bu halda cərimə borclarını silinə bilər. 2023-cü ildə mülki məcəlləyə edilən dəyişikliyə əsasən istehlak kreditləri üzrə cərimə illik 5% keçə bilməz. Cərimə yalnız 180 gün müddətinə hesablanır. Bu dəyişiklikdən əvvəl belə bir məhdudiyyət mövcud değildi. Qeyd olunan dəyişiklik yalnız vətəndaşların götürdüyü istehlak kreditlərinə şamil olunur. Sahibkarlıq kreditlərinə isə bu məhdudiyyət aid deyil, əvvəlki qaydalar qüvvədə qalır. Bu fikirləri iqtisadçı ekspert Əkrəm Həsənov konkret AZA açıqlamasında səsləndirib. Sahibkarlıq kreditlərində məhkəmələr cərimənin miqdarını həddən artıq çox hesab edərsə, onu azalda bilərlər. Xüsusilə sahibkarlıq kreditləri ilə bağlı işlərdə məhkəmələr bu imkanlardan yararlanırlar. Təbii ki, cərimənin hamısı deyil. Kreditin məbləği hesablanmış faizlə borcun vəziyyəti və digər amillər nəzərə alınaraq bir hissəsi silinə bilər. Yeni qayda yalnız 2023-cü ilin sonundan sonra bağlanmış müqavilələrə aiddir.